bizim Azərbaycanımızın gəl başlayaq dahilərindən. Xaqanisi, Nizamisi, elədir, Füzulisi, Xətaisi, Nəsimisi filan. Bunun arasında bir Allahsızı var. Yoxdur. Bunların bütün əsərlərinə baxırsan, qardeş. Bütün əsərləri başlayır nə ilə? Allahı tərif, Tohiddən, Peyğəmbəri tərif, kitabın yazılmağının səbəbi bağlayır məada yeri gələndə. Peyğəmbərin meyracından yazırlar, öz əqidələrini ortalığa qoyurlar. Həm də bir adət-ənənə kimi əsərlərdə o cür başlayırdılar. Ta ki gəldi bu şeylər harada dağıldı? Sovetin vaxtında dağıldı. Mən bir dənə incə bir mətləbi sizə deyim, çox maraqlıdır. Sovet vaxtı ancaq çıxdı da məcbur olaraq yazarlar, ədiblər ki, ateist ruhlu nəsə yazsınlar. O vaxta qədər xalqın içində olan, xalqın ürəyində olan, qəlbində olan Allaha, Əhl-i-Beytə məhəbbətdən başqa heç yox idi. Sovet ideologiyası gəldi, məcbur elədi bəzi şairləri neydən? Partiyadan yazgınən məsəl üçün. Allah rəhmət olsun, Səməd Vurğun yəni şair kimi çox gözəl şairdir. Nəhəng şairdir, heca vəzində. Və o bütün şeirlərində bir partiyası vardı onun da. El bilir ki, sən mənsən, o cür gözəl şeir, orada da bir dənə partiyanı salıb da, ya partiyanın eşqi ilə sən neyniyəcəksən hər bir zaman, Azərbaycan var da bu şey. Amma Səməd Vurğun Vaqif əsəri yazır. Vaqif əsəri yazır. Özü də Sovetin necə vaxtı da, Razqar vaxtında. Sən təsəvvür elə ki, Vaqif əsəri yazır, Nizami kimi, Füzuli kimi, necə? Onlar nə ilə başlayırdı əsəri? Münacatla. Vaqif əsəri başlayır, Vaqif dramı var ha? Vaqif əsəri başlayır münacatla. Çox qəribə. Hətta biz o zaman vaxtı dostaşına ilə bu şeydən danışanda deyirdik ki, şübhələnirik, deyəsən bunu özü yazmayıb. O dərəcədə yəni. Vidadi namaz üstə şeir deyir. Molla Vəli Vidadi ilə başlayır əsər. Molla Vəli Vidadinin namaz üstə şeir deməyi ilə başlayır. Namazını qutarıb şeir yəni dua eləyir. Hələ bir ki, namazı qutarıb təqibat kimi dua eləyir. Duanın içərisində də çox qəribə, hələ bir ki, bir İmam Zaman həsrəti var. Məsəl üçün, Xudaya, insanın halı yamandır. Nələr çəkdiyimiz sənə əyandır. Mənası varmıdır min təriqətin, aç qapısın sən həqiqət.